Salam, hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. May ayın 27-sində Nəsirvaz kəndində çay sahilindəki manzaramız davam edir. Kənd arxını təmizləyəndən sonra gəldik çay kənarına, süfrə açdıq. Allah verəndən bir şey yedik, çayımızı içdik. Diqqətimi bir neçə şey cəlb elədi, gəldim bura. Birinci olaraq səpişlər, quzular hava sərindir deyənə günorta saatlarında otlayırlar. Gətirib bura daşların üstünə narın duz töküblər, duzdan yeyir. Yaşıl ot, su, nə lazımmış? Bir qorumaq lazımmış ki, canavardan, saqqaldan hücum çəkib uğurlamasın. Bu söydə nə oldu belə? Köhlü köməşli aşıb. Bunu yəqin ki, külək aşırıb. Kökü də o qədər yoxumuş. Özündə də günah var. Əgər kök atanmadınsa yerə, boy da atma. Başqa bir yerə zömrün başa vurub, 2 qanat aşıb düşüb. Çoğuşuna da o da atıblar. Nədirsə, o da yanıb qaralıb. Belə aşsa da söyüd qurumayacaq. Bura gözədir. Nəm var burada. Yerdən biraz qidalansa, qanatların üstündən də şivlər sürüb, bir söyüd gedibsə, 10 söyüd çıxacaq. Deyir, köhnə kötü üstündə nə qədər cavan şivlər doğranıb, nə qədər söyüdlər yola verəcək. Bu quzu niyə belə düşdü əvədəyə? Bəlkə mənim bura gəlişim təsadüfi deyil, bunu burada xilas edəcəm. Elə düşüb 2 daşın arasına ki, çıxa bilmir. Görüm öz xoşuna çıxa biləcək. Biraz çalıqlasa o yan bayana çıxar. Qrik, 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 qrik. Qalx görüm. Qalx. Belə isti havada dura bilməsə, çox çalıqlayar, ürəyi partlayar. Özünü sakit aparıb yatsa, heç nə olmaz. Görürəm ki, dura bilmir. Səni xilas eləyəcəm. Bir it vurmuş çoluğun dibinə nə qədər quzu səpiş yerləşir. Qalx. Qalx, 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 qalx. Ay, sağ ol. Azadsan sən. Dəyirman buralarda yamaçda bir yerdə olmalıdır. Deyir, cəbini köhnə dəyirmanla öldürdülər. O dəyirman bu dəyirman olmasın. Bir söyüd aşıb, kənd cəmaatı bura nə qədər söyüd payası bitirib, bunların hamısı göyərəcək. 1, 2, 1 o tərəfdə 3. Təbiət bizim qeydimizə qalır, biz də əlimizdən gələni təbiət üçün eləməliyik. Dəyirmanın yaxınlığına gəlmişkən gedib ona da baş çəkək. İstəyərdim ki, o daşları çıxadım üzə, eksponat kimi kəndin gedişinə, çıxışına qoyulsun. İkisinin yeri mən bilirdim, Mərdəm müəllim dedi, şəhətdə 4 dəyirman olub. Şəhət balaca şəhətdir, su bol olduğuna görə qonşu şəhətlər də dənlərin gətirib burada üydürmüşdür. Dəyirman buradır. Daşı da görsənir, qranitli, bazaltli. Çəpdir o. Yəqin ki, uçub tökülüb divarları, o biri daşlar orada olmalıdır. Bu qədər laqeydlik olmaz. Bunu çıxadıb nümayiş elətdirmək lazımdır ki, belə bir zaman olur. Bu da bizim tariximizdir. Dəyirman hasar olmalıdır. Su yuxarıdan arxından gəlir. Pərlərə tökülüb topu fırladır, top da dəyirmanın daşı. Dəyirmanda bir dənə də çaxçaq var ki, o baş ağrıdar. Dəyirman bildiyini eləyər, çaxçaq baş ağrıdır.
Çayın yaxınlığında da olsa dəyirmanın suyu arxdan gəlir. O arxın suyu da elə çaydan götürülür. Müəyyən məsafədən sürətlə gəlməlidir ki, təzyiq yaradı, hərə tökülüb, həri fırlada bilsin. Kətlər qazlaşdırılandan sonra oduna ehtiyac yoxdur. Söyüdlər qozalıb, yan yatır. Donqar ayı qaşı oğlandı bütün yayı. Qozqaban ağzı dolayı. Söyüd, səni kim yıxdı? Məmməd Aras palıd demişdi. Mən də onu bir balaca dəyişdirdim. Bu videonu izləyənlər video haqqında yorumda yazsınlar. Görək keyfiyyəti əvvəlki videoların keyfiyyətindən fərqlənir ya yox. Əsl video çəkdiyim telefonun enerjisi bitdi. Başqa bir telefona geçmişəm. A6'dır. Bundan da 2000-ci ildən əvvəllərdə çoxlu videolar çəkmişəm. Bu telefona nisbətən biraz zəif çəkilişlər eləyir. Ancaq yenə də idarə eləyir. Bəlkə də mən deməsəm sezən olacaq bu farkı, yoxsa yox. Buralara daşqaya yağıb çay yatağıdır. Həmişə çayın suyu bu səviyyədə olmayıb. Yəqin 2000 il, 10 min il, 100 min il bundan əvvəl Nəsirvaz çayının suyu da möhkəm daşıb ki, öz yatağından çıxıb, yatağının 50 qat geniş ərazini qapsayıb. Daşların əksəriyyəti sellə gəlib. Bu altında yeri yaxşıdır. Biraz daşqayadır. İpi ilişə bilər. Hərdən nəzarətə ehtiyacı var. Çay sahilindən də süzdürmə vurub kəndə su çəkiblər. Bu da artığıdır. Çıxış qoyublar. Artıq su gedir kənara. Ola bilsin ki, üstdən gələn suyu da altdan bir qol ayırıblar ki, torpağı qidalandırsın, burada suyun səviyyəsi yüksək olsun. 2-3 gün kəssən bəlkə də su olmazsa, qurun suyu deyil. Qurun suyunun su da yaxşı keyfiyyəti olmuş. Çayın suyu da süzdürmədir. Qarşıda möhtəşəm mənzərə var. Bu dəfə Nəsirvaz çayının sahilində əyləndik. Gələn bərnamələrimizdə biraz da yuxarı çıxarıq, Gəmiqayıya gedərik. Hər yer sirri suraxlı. Burada bir daş var, altında boşluq yaradıblar. Elə bil ki, əldə qoyublar bunu. Gərçinmi, nəsə burada həlak olub, lələkləri bu düzdür. Çayın kənarında bu hissədə bir qonaq evi tikmək olar. Gözəl mənzərə. Turlar təşkil olunana gələn turistlər də planlaşdırarlar. Bugün bu təpə ilə dik yuxarı getdik. Sabah o birinə, bu birinə. Həm onlara xoş olar, həm də bizlər üçün qazanc gətirər. Süfrəni gün yerdə açmışdım, isti oldu. Bəyənmədilər. Həmkarlarımız süfrəni götürüb körpünü geçib çayın otayında birinci videomda qeyd eləmişdim. Nəhək söyüd onun altına getdilər. Bir söyüdün kölgəsində 1000 nəfər barına bilər. İnsanın da gərək kölgəsi olsun. Kölgəsiz insan da insan deyil. Qohumlar heç qohum deyil.
Sağ olun hörmətli izləyicilər. Mən vaxtımı səmərəli keçmək üçün vadidə gəzdim. Sizlər üçün də gözəl görüntülər qeyd elədiyimə əminəm. Salamat qalın.